Salam tənətlər, bu videoda fizikanın 2. blok ünitəsində qarşına çıxaracaq 3 ayrı sual etməyə başlayacaq. Suallar bir atım bir şəkildə izah edəcəm ki, suallar daha rahat və daha ətraflı bir şəkildə başa bilərsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davam edirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər birinizi çox sevirəm. O zaman vaxt itirmədən başlayaq. Demək öncə birinci sorumuzla başlayaq. Təsvir edilmiş doblə sadəcə yaxında aşağıdakı vəziyyətdə cərəyan naqli verilmişdir. Qaçan qapıdan naqli tərsinə amper qüvvəsinin istiqamətini müəyyən edin. Bu tapmaq üçün öncə mən nə edeyim? İlk öncə mən burada baxıram cərəyan naqlinə. Görürəm ki, cərəyan şiddəti yuxarıya doğru yönəlib. Yəni yuxarıya doğru belədən kimi yönəlib. Sonra burada görürəm ki, dövrədə müsbət var və mənfi var. Mən də bilirəm ki, cərəyan şiddəti müsbətdən çıxır, mənfiyə daxil olur. Yəni qısaca bu istiqamətdə və bu istiqamətdə daxil olmuş olacaq. Bunu burada bildim. Sonra mən burada bu cərəyan naqli tərsinə amper qüvvəsinin istiqamətini tapmaq üçün mən bu cərəyan şiddətinə paralel olan istiqaməti götürürəm. Yəni bunu mən burada götürdüm. Sonra mən bu hissədə ümumilikdə bu hissəyə təsir edən, yəni daha doğrusu bu hissədə yönələn maqnit indüksiya vektorunun istiqamətini tapıram. Maqnit indüksiya vektorunun istiqamətini tapmaq üçün mən burada sağ qaydasını istifadə edirəm. Yəni qısaca doğrulama cərəyan istiqamətində. Yəni qısaca mən burada sağ əlimi götürürəm. Burada cərəyan şiddəti yuxarıdırsa 4 barmaq yuxarıya doğru. Onda bu baş barmaq hansı istiqamətə yönəlir? Bu istiqamətə yönəlir. Əgər bu istiqamətə yönəlsə, onda indüksiya vektoru da bu istiqamətə o belən kimi yönəlmiş olacaq. Deməli, cərəyan şiddəti var, indüksiya vektorunun istiqamətləri var. Onda mən burada amper qüvvəsinin istiqamətini tapa bilərəm. Amper qüvvəsinin istiqamətini tapanda nə edirik? Sol əlimizi götürürük. Deməli, cərəyan şiddəti yuxarıdırsa 4 barmaq da yuxarı. Sonra indüksiya vektoru bu istiqaməti biz ovucumuzun içini indüksiya vektorunun daxil olduğu tərəfə, yəni bu istiqaməti tuturuq. Onda mən buradan görürəm ki, amper qüvvəsinin hansı istiqaməti yönəlir? Şəkil müstəvisinə bizə doğru yönəlmiş olacaq. Və burada da deməli amper qüvvəsi perpendikular istiqaməti şəkil müstəvisinə bizə doğru. Yəni burada cavabımız olacaq A variantı. İndi keçək növbəti sualımıza. Sonraki sualımızda ikinci sualdan biri qaçan qapıda maqnit qütbü arasında yerləşdirilmiş AB naqili. Deməli, bunu tapmaq üçün mən ilk öncə nə edirəm? Mən burada görürəm ki, burada müsbət var və mənfi var. Mən də bilirəm ki, cərəyan müsbətdən çıxır, mənfiyə daxil olur. Yəni burada bu istiqamətdə, burada bu istiqamətdə, burada bu istiqamətdə, burada bu istiqamətdə, burada da bu istiqamətdə daxil olmuş olacaq. Bunu buradan bildim. Sonra mən burada görürəm ki, AB hissəsində cərəyan hansı istiqamətə yönəlir? Aşağı istiqamətdə. Və mən də bilirəm ki, burada iki dənə qütb var, N və S. Mən də bilirəm ki, maqnit indüksiya vektoru N-dən çıxır, S-ə daxil olur. Yəni bu istiqamətə belə kimi daxil olmuş olacaq. Burada bu istiqamətə, burada da bu istiqamətə daxil olmuş olacaq. Bunu buradan bildim. Sonra cərəyan istiqaməti var, maqnit indüksiya vektorunda istiqamətini bildik. Biz buna amper qüvvəsinin istiqamətini tapa bilərik. Amper qüvvəsinin istiqamətini tapmaq üçün biz burada sol qaydasını istifadə edirik. Yəni qısaca ovucumuzun içi maqnit indüksiya vektoruna tərəf görürük ki, burada maqnit indüksiya vektoru bir istiqamətə yönəldiyi üçün ovucumuzun içində maqnit indüksiya vektoruna tərəf tuturuq. Sonra cərəyan aşağı doğru olduğu üçün 4 barmaq da aşağı doğru, onda baş barmağımız hansı istiqamətə yönəlir? Bu istiqamətdə. Bu istiqamətdə nədir? Yəni bizdən şəklin müstəvisinə doğru. Ona cavabımız olacaq burada nə? B variantı. Yəni bizdən şəklin müstəvisinə doğru perpendikular istiqaməti. Yəni cavabımız olacaq burada B variantı. İndi keçək növbəti sualımıza. Son sualımızın 3-cü sualını deməli, dövrənin qapanması nəticəsində biz maqnit sahəsində perpendikular yerləşmiş cərəyanın aşağı vəziyyətdə 45 dərəcə meyillikdə aktiv hissənin uzunluğu 50 sm və kütləsi 20 qram olan naqildən axan cərəyan şiddəti 2 amper edirsə, maqnit sahəsinin indüksiya vektorunun qiymətini və istiqamətini müəyyən edin. Deməli, biz ilk öncə burada baxırıq nəyə? Mən ilk öncə burada baxıram, görürəm ki, deməli, bu hissəyə bir dənə T gərilmə qüvvəsi təsir edir. Bunu buradan bildik. Və bu T gərilmə qüvvəsinin iki dənə proyeksiyası var. Biri TX proyeksiyası, biri TY proyeksiyası, yəni yuxarıya doğru. Bunu buradan bildik. İndi mən ilk öncə burada bilirəm ki, deməli bu hissəyə bir dənə, yəni aşağı doğru bir dənə MC ağırlıq qüvvəsi təsir edir. Bunu buradan bildik. Sonra əgər bunun son vəziyyətisə, deməli bu hissədə bu sükunətdədir. Sükunətdə də olması üçün əvəzedici qüvvənin 0-a bərabər olması lazım. Yəni F əvəzedici bərabər 0. Əvəzedici qüvvənin 0-a bərabər olması üçün deməli TY və TX bir-birini əgər tarazlaşdırırsa, yəni TY ilə daha doğrusu MC bir-birini tarazlaşdırsa, deməli TX ilə də buraya təsir edən bir qüvvə bir-birini tarazlaşdırmalıdır ki, bu da hansı qüvvədir? Əgər ki, burada biz maqnit sahəsi varsa, deməli bu qüvvə amper qüvvəsidir. Bunu buradan bildik. Yəni qısaca burada TY bərabər MC-yə və TX ilə bərabər F amperə bərabər olmalıdır. Onda mən burada yazıram nə? Deməli TY bərabərdir MC-yə və TX ilə bərabər nəyə? F amper qüvvəsinə. Bunu buradan bildik. İndi mən burada görürəm ki, deməli T gərilmə qüvvəsi burada 2 proyeksiya əldir. Yəni TY və TX. İndi mən bunları burada ayrıca bir yerdə çəkirəm. Burada yazılan nə? Deməli burada yazılan TY, burada da yazılan TX. Burada nədir? T gərilmə qüvvəsi. Bunu buradan bildim. Sonra mən buradakı bu TY deməli gərilmə qüvvəsini paralel istiqamətdə bura köçürürəm. Köçürəndə nə olur? Deməli bu hissə alınır. Deməli TY, TX və T. Və indi mən burada nə edirəm? Mən burada deməli şəkəsində mən burada çəkmişəm. Deməli mən burada görürəm ki, deməli ip bu hissədədir. Burası X isə. Burası bunun əvvəlki hissəsidir. Burası səndə 45 dərəcə. Əgər bura 45 isə,
Deməli, burası 90-dırsa, deməli, buraya da 45 düşür. Onda deməli, biz də dedik axı, bu T gəlmə qüvvəsi, bu TY, bu da əgər TX-dirsə, onda belə çıxır ki, və TY də bir yandan buraya düşür. Çünki biz bunu, yəni bu hissəni bu hissəyə paralel köçənib, bu hissə TY alınır. Onda mən buradan deyə bilərəm ki, demək, T gəlmə qüvvəsinin TX arasındakı bucaq 45 dərəcədə. Onda mən buradan nə yazıram? Deməli, yazıram ki, deməli, T ilə TX arasındakı bucaq nə qədərdir? 45 dərəcə. Bunu buradan bildim. İndi mən buradan tangens 45-i tapa bilərəm. Tangens 45 nəyə bərabərdir? Tangens 45 bərabərdir. Deməli, qarşı katet, yəni TY bölünsünə, bitişik katet, yəni TX-ə. Bunu da buradan tapdım. İndi TY bölü TX, mən də bir yandan bilirəm ki, tangens 45 bir yandan 1'dir. Bunu da buradan bildim. Demək, TY bölü TX bərabərdir 1'dir. İndi mən burada nə edirəm? Mən burada görürəm ki, TY MJ'dir, TX nədir? F amperdir. TY onda mən buradan TX-ə bölürəm. Yəni TY bölünsün TX bərabər nəyə? Deməli, MJ'nin F amperi, yəni MJ bölünsün nəyə? F amperi. O da bərabərdir. TY bölü TX buradan tapdığım neçə? 1. Bax, burada biz tapdıq. 1. O da mən burada yazıram 1. Buraya yazdım 1. Onda mən buradan tapıram MJ bərabər nəyə? F amperi. Sonra mən buradan deməli MJ ilə bərabərdir. MJ ilə bərabərdir. F amperi yenə yazıram nə? IBL. B'ni də buradan tapsam nə olur? B bərabərdir. Deməli, MJ bölünsün I ilə. O da bərabərdir. M nə qədərdir? 20 qram, yəni 0,2. 0,2. Olsun J 10'dur. Deməli, I nə qədərdir? 2'dir. L nə qədərdir? Deməli, 50 cm, yəni 0,5 metr. O da bərabərdir. O da bərabərdir. Deməli, mən bunu burada yazıram. Deməli, 0,2 10'a vuranda bu bizə verir 0,2 bölünsün. 2'nin 0,5'ə vuranda bu bizə verir 1. 0,2'ni 1'ə böləndə edir 0,2. Deməli, cavabımız olacaq neçə? B bərabərdir 0,2. İndi bir də bunun istiqaməti var. İstiqamətini tapmaq üçün mən nə edirəm? Mən burasını şəkil çəkmişdim bir yandan. Biz bu hissədə dedik ki, amper qüvvəsi bu istiqamətə yönəlir. C-nin şiddətində istiqaməti X-dir. Biz də bilirik ki, X isə bizə görünən tərəf X-dir. Yəni biz C-nin şiddətini bir ox kimi təsəvvür etsək, oxun iki tərəf var. Nöqtə, bir də nə? X olan tərəf. Əgər bizə görünən tərəf X isə deməli biz oxun X tərəfini görürük. Oxun da X tərəfini görmək üçün ox bizdən çıxmalıdır. Yəni bizdən şəkil müstəvisinə doğru yönəlməlidir. X olması üçün. Onda deməli və əgər ki bizə deməli C-nin şiddəti amper qüvvəsinin istiqaməti bizə verilirsə, mən sola qaydasından istifadə edərəm. Mən burada maqnitün yüksək vektorun istiqamətini tapa bilərəm. Maqnitün yüksək vektorun istiqamətini tapmaq üçün biz burada sola qaydasından istifadə edirik. Yəni qısaca burada amper qüvvəsinin istiqaməti baş barmaq, deməli 4 barmağın istiqaməti deməli bizdən şəklin müstəvisinə doğru, yəni X olduğu üçün bizə şəklin müstəvisinə doğru. Onda maqnitün indüksiya vektoru hansı istiqamətə yönəlmiş olacaq? Tabii ki də bu istiqamətə yönəlmiş olacaq, yəni aşağı doğru istiqamətə yönəlmiş olacaq. Onda deməli maqnitün indüksiya vektoru 0,2 olmaqla aşağı doğru, yəni burada cavabımız olacaq nə? B variantı. Beləliklə bu videoda fizikadan ikinci şansı blok ünitəsində qarşınıza çıxa biləcək 3 valid sual atma baxdıq. Suala bir avtomatik bir şəkildə izah edin ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Bir xatırlatma da edim ki, əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videoları aşağı yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. Hər bizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.